Hüceyrə quruluşunun molekulyar əsasları. Rənglənməmiş hüceyrəyə adi mikroskopla baxdıqda onun nisbətən quruluşsuz, törəmədən ibarət olduğu görünür. Ən yaxşı halda bu hüceyrədə ancaq nüvə, vakuol və bir qədər də yağ damlalarını, plastidləri aşkar etmək mümkündür. Əgər hüceyrə azı rənglənsə və ya fazla təzadlı mikroskopla baxılsa, onun xeyli dərəcədə mürəkkəb quruluşlu olduğu görünür. Müşahidə üçün elektron mikroskopundan istifadə edilərsə, hüceyrənin ən kiçik quruluş komponentlərini belə görmək olar. Hazırda hüceyrə fiziologiyasının tədqiqində ən mühüm məsələlərdən biri də hüceyrə quruluşunun molekulyar səviyyədə öyrənilməsidir. Bitki və heyvan hüceyrəsi protoplazmanın tərkibində 75-85% su, 10-20% zülal, 2-3% lipid, 1% karbohidrat, 1% duz və başqa maddələr olur. Beləliklə də hüceyrə kütləsinin çoxunun su olmasına baxmayaraq, protoplazmanın əsas xassələrini nuklein turşuları, zülallar, karbohidratlar və lipidlər kimi ən mühüm təbii kimyəvi birləşmələr müəyyən edir.